Zob düyünləri olan insanlar diqqətlə qulaq assın. Qardaş, Allah sizi qorusun, çox yaxşı insansınız, məndə düyünlü zob var. Nə edim, xahiş edirəm, bir şeylər deyin. İnşallah. Düyünlü zob olan insanlar D vitamini mütləq yüksəyə qaldırmalısınız. Təxmini bir 70, 80, 90, 100'ü keçməsin. Bu bir. İkincisi, alırsınız 500 qram butindi tozu, demək 300 qram çörək otu toxumu, amma Həbəşistan toxumu olsun. Bunu da üyüdün, utindiyə qarışdırın. Bundan burada çox yox, 20 qram Novruz şaxtagülü bitkisi əlavə edin, qarışdırın bir-birinə. Səhər, günorta, axşam yarım çay qaşığı, ondan da az ağza atın, bir stəkan suyla için. Bu qutarına qədər. Bir də quzunun ödü, malın ödü fərq eləməz. Alırsınız, qəssablar olsa o çöl atır. Bir butulka yığın. Binti 8 qat, 9 qat, 10 qat eləyin. Ondan da çəkin ora hər axşam. Bağlayın belə boğazınıza malın ödün. Bintlə belə bağlayın. Və səhərə qədər yatın, səhər açın atın. Bunu da uzun müddət eləyin inşallah. Bu da sizə çox fayda verəcək. Sonra utindi yağı, propositi belə zobun üzərindən, düyünlərin üzərindən çəkə bilərsiniz. Düyün, kistonsuz eyni şeydir. Çalışın, sağlam qidalanın. Gündə 1 saat yarım yürüyüş edin. Şirniyyatı akçörək həyatınızdan çıxadın. Şirniyyatı akçörək həyatınızdan çıxartmasanız sağalma olmayacaq. Bunları çıxartmalısınız. Bir dəfə də inşallah yenə gerçək yağı ilə bağırsaqlarınızı təmizləyin. Görəcəksiniz sizdən nələr gəlib töküləcək. Özünüz şoka düşəcəksiniz ki, bu məndən gəlib töküldü. Qurtlara qədər gəlib töküləcək hamısı. Belə, Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Allah Füzuli həkimə də can sağlığı versin. Füzuli həkimin fitomed kursunu da bitirdim. Baxın, sertifikat. Hər birinizə tövsiyə edirəm. Gəlin oxuyun siz də, təhsil alın. Ən azından özünüzə, ailənizə və cəmiyyətə fayda verəcəksiniz. Mən bu günləri bunu oxumamışam ki, harasa işləyəm. Özüm üçün, ailəm üçün və bildiklərimi də xalqa, millətə çatdırıram ki, gedin, özünüzü sağaldın. Özünüzü sağaldın Allahın izni ilə. Çətin zamanədir. İnsanlar çox çətin yaşayır. Yəni, çətin dolanırlar. Çox insanlar var ki, heç həkimə gedə bilmir. O qədər problemləri var ki, həkimə gedə bilmirlər. Mən buradan insanlara təbii bitkilərlə müalicəni və niş sistemi ilə insanlara sağlamlığı göstərirəm ki, özlərini evdə sağaltsınlar. Belə, Allah bizə bu dünyada və axirətdə rəhm eləsin. Rəbbimiz bizi bağışlasın. Biz günahkar qullarıq, günahkar. Belə. Çox sağ olun, var olun. Allah Füzuli həkimə də can sağlığı versin ki, vallahi bacardığı qədər insan gecə-gündüz insanları maarifləndirir, insanlara yardım edir. Allah nə qədər belə insanlar ki var, xalqın, millətə fayda verir, məlumatları ötürür, onları sağalmaq üçün yollar göstərir. O insanlardan Allah razı olsun. Çox sağ olun, var olun.